Azərbaycan 44 günlük müharibədə zəfəri təkcə döyüş meydanında yox, həm də olduqca mürəkkəb diplomatik müstəvidə qazandı. Prezidentin Zəngilandan verdiyi açıqlamalar da bunu bir daha göstərdi. 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ədalətin bərpasında deyil, daha çox işğal faktının davam etməsinə və status quo-nun qorunmasına çalışdılar. Hətta Azərbaycan Birləşmiş Millətlər Təşkilatının illərlə icra olunmayan 4 qətnaməsini döyüş meydanında reallaşdıranda belə bəzi beynəlxalq güclər müxtəlif siyasi təzyiq vasitələri ilə ölkəmizi öz suveren hüquqlarından geri çəkindirməyə, işğalçı tərəflə məcburi kompromisə sövq etməyə cəhd göstərdilər. Ancaq uzaq görən siyasət, Heydər Əliyev siyasi məktəbi və xalqın öz liderinin ətrafında sıx birləşməsi bütün bu təzyiqləri və qərəzi yanaşmaları nəticəsiz qoydu. Prezident İlham Əliyev də bugün ən həssas məqamlarda belə milli maraqlardan geri addım atmır. Dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutur. Bununla yanaşı, Qərbdə Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən bəzi dairələr də hələ də regionda sülh prosesinə mane olmağa çalışırlar. Onlar Azərbaycanın artıq Cənubi Qafqazda əsas söz sahibi olması və Bakının iştirakı olmadan bölgədə heç bir ciddi layihənin və sabitliyin mümkün olmadığını qəbul etmək istəmirlər. 4-5 may tarixlərində İrəvana səfər edən bəzi qərb siyasətçilərinin, xüsusilə Fransa prezidenti Emmanuel Macronun səsləndirdiyi populist fikirlər də əslində yeni regional reallıqlar qarşısında acizliyin göstəricisidir. Çünki 44 günlük müharibə zamanı Ermənistanı açıq şəkildə dəstəkləyən Macronun bugünkü sülh tərəfdarı görüntüsü yaddaşlardan silinməyib. Amma dəyişməyən bir həqiqət var. Ermənistana hansı formada dəstək verilməsindən asılı olmayaraq, Azərbaycanın milli iradəsi və gücü qarşısında bütün cəhdlər nəticəsiz qalır. Fransa başda olmaqla bir sıra dövlətlər Azərbaycana qarşı malik olduqları resurslardan istifadə edərək güclü təzyiq göstərirlər. Amma Azərbaycan bu təzyiqlər qarşısında prezidentimizin apardığı düşünülmüş xarici siyasət kursu, strateji addımlar nəticəsində geri çəkilmədi. Tam əksinə, öz milli maraqlarımızı təmin etmək üçün bütün istiqamətlərdə bu güc mərkəzlərini yerində otuzdurmağı bacardı. Və nəticədə nə iki tərəfli müstəvidə Azərbaycana qarşı aparılan təzyiqlər öz nəticəsini verdi, nə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində. BMT Təhlükəsizlik Şurası Fransanın təkidi ilə Azərbaycana qarşı qətnamə qəbul etmək istəyirdi. Bir neçə dəfə cəhd etdilər, alınmadı. Bundan sonra BMT Təhlükəsizlik Şurasının sədri adından hər hansı bir bəyanatın verilməsinə cəhd etdilər. Bu cəhddə Azərbaycanın tərəfdaşlarının səylərini birləşdirməsi nəticəsində puç oldu. Çünki Azərbaycan prezidentinin mövqeyi və onun apardığı xarici siyasət kursu beynəlxalq hüquqa əsaslanırdı, tərəfdaşlığa əsaslanırdı. Bugün Ermənistanın daxili siyasi vəziyyəti də Azərbaycanın qazandığı tarixi qələbənin yaratdığı reallıqlar fonunda formalaşır. 7 iyun parlament seçkiləri öncəsində aparılan kampaniyasında radikal müxalifətin Paşinyan hakimiyyətini Azərbaycan və Türkiyənin maraqlarına xidmət etməkdə ittiham etməsi əslində məğlubiyyət sindromunun və daxili siyasi böhranın açıq göstəricisidir. Ermənistanda seçkilər artıq sülh yoxsa yeni qarşıdurma seçiminə çevrilib. Amma bir məsələ aydındır ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bölgədə yeni siyasi və iqtisadi reallıqlar diktə edən tərəf Azərbaycandır. Azərbaycan bugün elə bir güc və siyasi mövqe formalaşdırıb ki, heç bir xarici qüvvə bu iradəyə təsir göstərə bilmir. Prezidentin 10 may tarixli səfəri də göstərdi ki, regionun gələcəyi uzaq mərkəzlərdə deyil, məhz Şərqi Zəngəzurda müəyyən olunur. Bu baxımdan prezidentin Zəngilanda səsləndirdiyi mesajlar bölgədə revanşist meyilləri dəstəkləyən dairələr üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Prezident bir daha vurğuladı ki, Azərbaycanın Ermənistana qarşı hərbi planı yoxdur. Son dövrlərdə atılan addımlar, o cümlədən Bakının İrəvana tranzit qadağasını aradan qaldırması onu göstərir ki, Azərbaycan regionda davamlı sülh və sabitlikdə maraqlıdır. Ancaq Ermənistandakı revanşist qüvvələr və onların xarici havadarları anlamalıdırlar ki, Azərbaycanın suverenliyinə yönələn istənilən təhlükə bölgə üçün ciddi nəticələr yarada bilər. Əgər revanşistlər, onlar dəstəkləyənlər
binokul diplomatları hər hansı bir digər xam xəyallara düşsələr, onlara sarsılmaz və qətiyyətli son cavab verilə bilər. Bu isə Ermənistan üçün fəlakət ola bilər. Bütün məsələlər sülhdən keçir. Bugün Ermənistan rasional, səmimi sülh münasibətlərini formalaşdırmalıdır. Bugün Ermənistan Azərbaycanla, digər qonşularla faydalı qonşuluq siyasəti ilə, əməkdaşlıqla özünü inkişaf etdirməlidir. Prezident İlham Əliyevin Zəngilana son səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq post-müharibə dövründə regionun əsas təşəbbüskar və istiqamət verici dövlətinə çevrilib. İşğaldan azad edilən ərazilərdə aparılan geniş quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası və Şərqi Zəngəzurun sürətli inkişafı dövlətimizin siyasi iradəsinin, iqtisadi imkanlarının və milli həmrəyliyinin aydın göstəricisidir. Bu səfər eyni zamanda dünyaya verilən mühüm mesajdır. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin və inkişafın əsas təminatçısıdır.